Mənim yerimə alış-veriş edən süni intellekt peyda oldu. Mənə LibreOffice saytından vaxtın idarə edilməsi kitabını sifariş et. Enter klik edirik. Artıq LibreOffice saytına daxil olur. Baxın, özü həmin o bot seçim bölgəsini keçir. Keçdi, bizə lazım olan kitabı tapdı. Vaxtın idarə edilməsi kitabıdır. Onu səbətə əlavə etdi. Bu sifarişim sondur. Başqa əlavə heç nə etməyəcəm. Digər tərəfdə atdığı bütün addımları görürsünüz. Burada qeyd edir hamısını. Deməli, baxın, Elşad Rael özü yazır. Telefon nömrəsini indi mən belə bağlayım. Baxın, telefon nömrəsini də qeyd edir. İndi e-mail da qeyd edir özü. Və budur. Sifarişiniz qeydə alınır. Sifariş verildi. Bu da bizə gələn e-maildir. Görürük ki, sifarişimizin çeki də bizə artıq göndərildi. İndi gəl göstərim sən bunu necə qoşa bilərsən. Google'da Hostinger Hermes yazırsan, səhifəyə keçdikdən sonra bu paketi alırsan. Buna gəlib terminal bölməsinə keçid edirsən. Daha sonra bu terminal pəncərəsinə baxın. Bunu yazırsınız, pauzaya qoyub baxarsınız. Sual verir ki, başlayaq prosesi Y hərfini yazıb enter klik edirsiniz. Bu hissədən Quick Setup seçirik. Bu hissədə OpenAI Codex. Yəni ki, ChatGPT hesabımızı bağlayacağıq buna. Bura daxil oluruq bu linkə və bu kodu orada yazacağıq. Linkə daxil olanda ChatGPT hesabınızdakı e-mailinizi seçirsiniz. Belə pəncərə açılır. Continue klik edəcəyik biz. Növbəti pəncərədə həmin o kodu yazaraq yenə də Continue'ya klik edirik. Qoşuldu deyir, hansı GPT modelini istifadə edəcəyik. 5.5-dir bizdə. Növbətidə Setup Messaging-lə bu hissədən bizə Telegram lazımdır. Odur ki, 1 yazıb enter klik edirik. Bir dəfə də enter klik etdikdən sonra Telegram bot tokenimizi yazırıq. Telegramda bot Fodder'a daxil olub öz Telegram botunuzu yaradırsınız. Çox asandır. Burada Ctrl V də edə bilərsiniz, mouse-la qoya bilərsiniz. Görsənməyəcək, təhlükəsizlik üçündür. Enter klik edirik. Əgər Ctrl V ilə işləmirsə, sadəcə olaraq mouse-la paste edirsiniz və salam. Məndə də birinci dəfə olmadı, ikincidən getdi. Sonra bax, bu bota daxil olursunuz Telegramda. Start yazırsınız, sizə user ID verir. O user ID-ni də gəlib bu hissədə paste edirsiniz. Sizin Telegram istifadəçi ID-nizdir. Yazırsınız, enter klik edirsiniz. Sonra da yes yazıb klik edəcəksiniz. Burada yazır setup complete, launch Hermes, yes yazırsınız. Yəni Y hərfi və salam. Budur, gözləyirik. Voila. Bu nə gözəllikdir belə. Yazırıq, necəsən gözəl oğlan? Bir sual veririk ona. Yazdı. Yaxşıyam, sağ ol. Sən necəsən? Və beləliklə bizim sərgüzəştlərə start veririk. Bu servisi də əlavə edirik biz təlimimizə. İndi göstərəcəyim linkdən bizlərə qoşulub daha böyük işlər qura bilərsən. Profilimdəki bu linkə klik edirsən. Açılan pəncərədə OpenClaw süni zəka agentini seç. Rəsmi veb saytımızdan hazır video dərslərdən ibarət olan təlimimizi al, bizlərə qoşul.